Axundumuz gəlir bir beşliğe. Axundumuz gəlincə karşı yok. Ne olacak? Balalarımızdan ötürü her şeye gözəl. Allah Teala dünkü günler, bugünkü aylar çok güzel aylardır. Çok güzel günlerdir. Bunun gaymisini, kaderi, kıymeti yok. Bu bağlamızın da az günü düştü bugünkü güne. Bu da bir hoşbahtlık Allah'a. Bu da karşın bir hoşbahtlık Allah'a. Evvela bütün şehit anaları başta olmakla bütün Göyler cemaatinin kadınlarını 8 Mart Kadınlar Günü münasebeti tebrik ediyor. Ondan sonra da Allah Teala sizin her birinizi kapıda şahitlik etsin. Her birinizin elinde, kapısında, fikrinde bir toy merasimi var. Onları da Allah Teala yerine getirsin. Bugünkü bu buraya yığıldığımız bak bu bağlamızdan kardeşim de Allah Teala toy merasimin şahsıyla yığıştırsın, yapsın, tarazasın, dele yığışa oraya yarabbim veremezsin. Şimdi elde olan toylar var. Mesela Hambabanın kızının toyu eldedir. Allah şahsı kısmet etsin. Şad olsun. Nişana yakınlaşan bağlarımız var. Onları Allah Teala nişan kısmet etsin. Şahsı kısmet etsin. Babalar da onların döşlerinde iştirak etsin. Sizin karşınızda. Allah Teala her birinden razı olsun. Bugünkü günler, bugünkü aziz Ramazan günü her birinizin kapısında Allah Teala. Kalan bağlarda hoşbaht etsin. Ya Rabbim versin Allah. Bugün de ağızdan çıkan dua hamısı Allah Teala'nın yanına giden dualardır. Allah bu bağlarımızı yerin cennet eləsin, mekan eləsin. Allah Teala bunların kalan kardeşlerin, bazılarını salamat eləsin. Ya Rabbim versin Allah. Ona göre de biz elə Axundumuzu gözlə dedi bu saat geldiler. Ben onun yanındaydım. Axund ona göre de həmişə olduğu kimi 6 yıldır bu süreçte deyirəm. Belə 6 yılda döl qüvvəsində qalıb daha da mərtəbəyə minib Allah üçün. Bütün şəhidlərimizi xatirəsini bir də gəlib küçüdülə yad edək. Sonra Axund gəlsin tədbirimizi devam etdirək. Çok sağ olun, teşekkür ederim. Allah rahmet eylesin. Buradan çıkacağız inşallah ne kadar ki vaktimiz var. Sağ ol müəllim, bayaq zəng elədi ki, qrupumuz nəsə biraz tat olub. Dedi müəllim. Dedi mənim adımla, Taha müəllimin, Tamam xanımın adından, şəhid anaların dedi, təbrik edin bizim adımızla. Şəhid analarını təbrik elədik. Nə ki şəhidəm, bütün Göylər cəmaatının İndi mən axı deyilən söz deyirəm də, yəni deyirəm boynumdan atımda, deyim axı mənə deyilmişdi. Dedi, yəni qrupa girə bilmədim. Yəni heç birini təbrik bütün şəhid anaların başta olmaqla bütün Göylər cəmaatının qadına Heç bir təbrik şəhid elədik. anası sizin o dediklərinizi qəbul eləmədi. Deyə buradadır. Ne olar? Elə də deyər. Akil müəllim burada. Adil bura laf ya. Şəhid ataları, hörmətli şəhid anaları. Bu günləri sözümün evvelinde dedim. Güzel mekanda, güzel diyarda, güzel yerde, göylerken şehitler xəyabanındayıq bu güzel ayda. Ona göre de bu günləri müşfik balamız öz az gündüzüyle orada öz yoldaşlarıyla, öz kan yoldaşlarıyla, can yoldaşlarıyla, torpaqların aldığı yoldaşlarıyla geçişti ki bugün burada olsun. Bugün onun ruhu buradadır. Bugün onun ruhu göyler, şəhidlər xəyabanındadır. Atasının, anasının bu izdihamın döşündədir. Allah Teala bayram kişinin bütün hamımızın qalan bağlarını salamat eləsin. Bu günləri Müşfik'in atası Müşfik, atam bu günləri solundadır, anam sağındadır. Bu günləri Göylər cemaatı, bütün şəhidlərin anası, atası buradadır. Tüm Göylər cemaatı buradadır ve aynı zamanda Göylər Belediyesinin sədri də buradadır, icra nümayəndəsinin sədri də buradadır. Hələ heç kim yoxsa deməli o kişi hələ. Göylər cemaatı buradadır, qeyd elədim kimi. Allah Teala hər birinizdən razı olsun. Bu işə baxan Qazi Şamaxı rayon şöbəsinin müdiri, mavini, hörmətli Agil müəllim buradadır. Və eyni zamanda hörmətli Müşfik balam, sənin qarşında Şamaxı rayon ağsaqalı Ağaca babandır. Allah Teala her birinizden razı olsun. Her birinizden Allah Teala şahitlik kısmet etsin. Minal Çiğdağ'dan içeri. Hürmetli bayram. Söz ver. Buyur. Ne diyeyim ben? Elə bir istəyirsən ki, balaca şey olsun, söyləsin. Yenə əfəndi gələndə tədbir
Düz değil. Nefer var, olsun zahir olsun. Zahir. Hani zahir? Zahir bir şey okucuna. Gözün bir şey olsun. Ceygen Efendi gelir Allah ondan razı olsun. Başın hani zahir? Namazda da içinde vaktinde yakın. Namazdan çıkıp gelir. Ha, İçinde oradayım. he, içinde var. Zahir hiçbir şey okucuna. Ha. Ya bu ne olmaz? Ha, her oradan başla kadar. Baştan da cümle. Amin. Haydi. Fatiha. Allahümme. Allah kabul etsin. Zahir güncel bir başlığından bile. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Fil ard. Men zellezi yeşve innehu illa biizni şeyin min ilmihi illa bimeşâ vesin velhamdülillahi rabbil alemin amin. Amin. Kur'an-ı Azimüşşan'ı dergâhlerinden kabul etsen ya Rabbil alemin. Hadi okudu Allah'ı kabul etsin. Allah kabul Allah çok sağ ol. Teşekkür ederim. Sağ ol. Hürmetli bayramımız. Müşfikin atası. Buyur beni çekenler. Sağ olasın, krallık. Evvelce bütün analarımı, bazılarımı, şehit analarını 8 Mart münasebetiyle tebrik ediyorum. Allah size ömür verir. Amin. Biz ne kadar yaşıyoruz, balalarımız da yaşıyor. Sonra kent cemaati. Allah Teala size razı olsun. Var olun ki hemşe yanınızda olsun. Sonra bütün şehide değer verenlere Allah onlardan razı olsun. Çingiz müəllim, İhtiyar müəllim, Magil müəllim çok sağ olun. Hemşe yanımızda olmuşsunuz. Aksak Kasyan ve yerin hemşe yanımızdadır. Hemşe hakkı. Kimin her binada bunlara kıymet vermeye? Allah sizden razı olsun. Çok sağ olun. Gelen ayaklarınız var. Teşekkür ederim. Allah rahmet. Resmiye bana. Bir de çekenler anlatsan. Müşfikin. Bak bu can adamlara bir tabiri. Sağ olun. Allah İslam'ındakini diye olmasa. Allah korusun. Ben de öz babamın adına hamımızı 8 Mart'ı tebrik ediyorum. Teşekkür ederim. Cennette yatın. Mübarek olsun. Allah hamımızdan razı olsun ki bizi 3. günde geç koydular. İnşallah. Çok sağ olun. Çok sağ olun. Teşekkür ederim. Her birinize Allah Teala. Kalan bağlarınızı sizden hayır göresin. Bak. Gel bana gel. Hadi bakalım. Ben de yerim. Ben de bütün ziyaret iştirakçıları hamınızı salamlayıram. Bu günləri qəhrəman balamız Müşfiq Bayramoğlu'nun mövluduna yığışmışıq. Allah yerin cənnət eləsin. Onun timsalında cəmi şəhidlərin məqamı olacaq, məkanları cənnət eləsin. Mən də bütün qəhrəmanların, anaların bugünkü gün münasibəti ilə təbrik eləyirəm. Ağrısı, acısı biraz ağrılı anaları başta olmaqla bütün kənd cəmaatı Allah hamımızdan razı olsun. Hamımız bu əziz gündə hamımızı təbrik eləyirəm. Və dövlətimiz, dövlətçiliyimiz var olsun ki, ətrafımızda qara buludlar gəzir. Dövlətimizi, millətimizi, ordumuzu Allah qorusun. Çünki soğuştursun, qurban olun bu əziz günlərin üzü hürmətinə soğuştursun, bizlərə zəfər dəyməsin. Dünyada olan proseslərdən hamı yağınca xəbərdardır. Ona görə də bir daha Allah şəhidlərimizin məqamları uca olsun. Dövlətimiz, dövlətçiliyimiz var olsun ki, təbii ki, həmişə əzilən kasıb balasıdır. Ona görə də Allah millətimizi qorusun. Çox sağ olun. Bu günlərdə Bayram qardaşımızın, bizim yanımızda olan bütün cəmaata Allah hamımızdan razı olsun. Sağ olun, var olun. Teşekkür ederim. Bak bu da bir hoşbahtlıdır Müslüm balamızın ki, bu ölkəyə, millətə, xalqa da bu dualar olundu. Qalib buyur şəhid atası. Çok sağ olun. Ben de bütün ziyaretçilerimi salamlayıram. Bugün bildiğimiz kimi qəhrəman şəhidlərimizə Müşfiq balamızın ad gününe yapışmışıq. Allah onun cənnətdəki dəyişmələrini mövludun mübarək qılsın inşallah. Allah Bayram qardaş, rəsmi abad sizə də səbir versin. Qalan balalarınızın xeyrin görəsiniz inşallah.
Kız balamızın timsalında Allah cem şehitlerimizin mekanı cennet, mekanı cennetin valideynlerine sabır versin. Bu soğuk havada bizi koruyan askerlerimizi, zabitlerimizi Allah korusun. Ben de fırsattan istifade edip bu kahraman şehitlerimizin hükümde başta anaları, bacıları, kız uşaqları, kız balaları olmaqla, yoldaşları olmaqla bütün kadınları 8 Mart bayramı təbrik edirəm. Allah qəhrəman şəhidlərimizin məkanı amin. Hər birinizin köməyi olsun. Allah şəhid valideynlərinə səbir versin. Teşekkür ederim. Yığınmalım bu işe de. Bayram Allah sabrını versin. Allah sabrını versin. Allah bunları 8 Mart'ta kahraman anaların 8 Mart münasebetiyle tebrik ediyorum. Bacıları, kız balaları, şehitlerimizin tebrik ediyorum. Bu nazara yoldan şöyle olmasına Allah razı olsun. Hem şöyle her vakit burada tebrik şekilden böyle tam olur, cemaat çalır. Allah her birinizden razı olsun. Amin. Allah uzun xeyrini gösterdirir. Cümleden de şehit valideynleri, kalın bağların xeyrini. Ramazan bayramını, oruç bayramını asfaltıyla tebrik ediyorum. Allah orucu ve dualarımızı kabul edersin. Allah şehitlerimizin bunu kabul etsin. Bundan böyle en güzel günler ele onların sayesindədir. Yani günümüzü de çalışmalıyıq ki, onlara layıqlı keçirək. Allah bağlarımızın ruhu şad eləsin, qazilərimizə sağlığı versin, şəfa versin. Allah Ordumuzu korusun. Bağlarımız indi səngərdədir. Allah onları qorusun, Allah bayrağımızı uzalarda dalğalandırsın daima. Allah qarabuluzları ölkəmizə uzaqlaşdırsın inşallah. Allah buradan fazla kısmet eləməsin ölkəmizə. Ümumi bəşər, ümumi dünya sülh əmanı içində olsun inşallah. Amin. Allah hər birinizdən razı olsun. Allah bütün şəhidlərin, ailələrin səbrini versin. Amin. Teşekkür ederim. Çok sağ olun. Dolgun düzgün hala çıkışınız için. Şüphan buyur şehit atası. Allah ziyarətçi qəbul etsin. Şu qəhrəman bir oğul olur. Belə qəhrəmanların sayəsində günəşli Azərbaycan olur. Azərbaycanın şəhəri bayrağı bütün Qarabağda dalğalanır. Allah yerini cənnət eləsin. Bizim şəhid valideynlərin, anaların, bacıların yerlərinə 8 Mart bayramı münasibətilə bizim bütün şəhidlərimiz adına təbrik edirəm. Müşfiqin qəhrəmanlığından, yaxşı oğul olmağından çox danışmaq olar. Hamı danışmaq istəyir, hamının ürək sözləri var. Valideynlərə səbir deyirəm. Müşfiq həqiqətən yelin qəhrəman oldu. Allah yelin cənnət eləsin, cənnətdəki boyunca yolunuz mübarək olsun. Çox sağ olun. Teşekkür ederim. Məqsədlərin iştirakçıları, hər birinizi salamlayıram. Başda şəhid anaları, ataları olmaqla. Əsmiyə bacı, Bayram qardaş, Balovuzun yeri cənnət olsun. Məqamı ucu olsun. Allah ölkəmizi qorusun. Allah igid qəhrəman oğullarımızı qorusun. Allah heç bir anıya bala dağı göstərməsin. Allah Azərbaycan xalqının üstündən qara buludu tezliklə götürsün. Ya Allah özü kömək olsun Azərbaycan cəmaatına, körpə balalarımıza. Allah hər birinin yerini cənnət eləsin, məqamları ucu olsun. Çox sağ olun. Teşekkür ederim. Necime Hanım. Buyur göllerdesin. Allah şəhidlərimizin məqamınıza yerin cənnət eləsin. Allah şəhid atalarına, şəhid analarına səbir versin. Allah bacı qardaşınıza da səbir versin. Teşekkür ederim. Bana məlumat verirler. Şehirden bağlarımız var. Nevelerim var. Onlar şehirlerin desinler, hava soğuk. Onları bırakak kesin. Buyurun. Buyursunlar. Ha, sen de kes. Ha, buyurun bana. 8 Mart səhəri açdı gözünü.
Ana duasıyla böyüdü özü. Gülüşündə bahar, baxışında nur. Adın yazıldı, tarixə qürur. Ananın payıydın bayram günündə. Sevinc idin evdə, şənlik önündə. Kim bilərdi bir gün vətən çağırar, oğul ürəyi torpağa sarılar. Qorxmadan getdin haqq yoluna sən, dalğalandı bayraq addımın ilə. Canın fəda oldu Azərbaycana, adın həkk olundu şəhidlər sırasına. Müşfiq, adın dillərdə dua kimi, yaşayırsan ürəklərdə nur kimi. Hər il 8 mart gələndə, anan baxır göyə, oğlum deyə. Ruhun şad olsun igid qardaş, vətən sənə borcudur, unutmaz. Sən getdin amma adın qaldı, şəhidlik zirvəsi sənə yar oldu. Teşekkür ederim. Buyur bana. Ha, buyur. Sensiz susqun qəlbim danışmırdın. Sönmüş otağımız sensiz ısınmır. Həsrət üzülməni qəlbim sevinmir. Sən qırıb könlümün dərmanı ata. Həsrətin sığışmır nə yerə göyə. İnan küskün düşdüm sensiz hər şeyə. Gözüm yollardadır bir gün gələrsən deyə. Bir gün gələrsən hüsnə ata. Çok teşekkür ederim. Hər biriniz Murov boyda dağsınız. El yanında daimizi ağsınız. Sizler Şuşasınız, Qarabağsınız. Hakkınızı halal edin şəhidlər. Bu dünyanın asları nə, üzü nə? Yol getdiniz haqqa doğru düzünə. Canım qurban şəhid, qazi sözünə. Hakkınızı halal edin şəhidlər. Qarışdı torpağa hər damla qanın, möhürbəndi oldunuz şeirin, dastanın, qeyrət simvolusuz Azərbaycanın. Haqqınızı halal edin şəhidlər. Aman Allah, o dələndi başıma. Çatmaz gücüm bu qəm yükün daşıma. Rəhm eyləyin bu qanlı göz yaşıma. Haqqınızı halal edin şəhidlər. Hakkınızı halal edin şəhidlər. Çok teşekkür ederim. Allah razı olsun. Zamına Hanım, ben göylerde olan size söz vereceğim. Buyur gün içeceğim. Kimsen diye oturma. Babamla görür. Evet. Kimsen diye oturma. Geç, ne gitme. Allah səbrimizi. Hamımızdan razı. Teşekkür ederim. Çok sağ olun. İmam buyur şehadet atı. Hörmətli tədbir iştirakçıları, dəyərli mənim baş tacım olan şəhid anaları, bacılarım və göylər cəmaatı. Allah hər birinizi var eləsin, Allah hər birinizin köməyi olsun. Biz bugün bu əziz gündə, gözəl Ramazan ayında, orucluq günündə qəhrəman şəhidimiz Müşfiq balamızın doğum gününü qeyd edirik. Allah Müşfiq balamızın timsalında bütün şəhidlərimizin məkanını cənnət etsin. Amin. Bayram qardaşıma, Esmiyə bacıma, onlar başlarmadan bütün şəhid atanalarına Allah bol gözünü versin. Amin. Allah qalan balalarımıza xoş gün qismət eləsin. Mən də bacılarımı, başda şəhid analar olmaqla, şəhid bacılar olmaqla, şəhid yarar olmaqla, şəhid əmanətlər olmaqla bütün xanımları təbrik edirəm. Göylər cəmaatı, ağbirçəklər, gəlinlərimiz, qızlarımız, hamımızın bayramı, gözəl qadınlara bayramı mübarək olsun. Allah bu gözəl böyük elə həmişə ruzi bərəkət versin, xoş gün qismət eləsin. Və burada dövlət işlərini görürük, abini görürəm, gəlməlim görürəm. Yəni bunlar uzun Çingiz müəllim görürəm. Bunlar həmişə belə bir sevimli tədbirlərdə olurlar. Allah ordumuzu qorusun, Allah veteranlarımıza, qazilərimizə sağlamdan sağlık versin. Və bizim ən sevimli, ən xoşbəxt günlərimiz o vaxt olur ki, bizim balalar alınır. Və kimsə şəhidinə dəyər verə bilmirsə, mən həmişə bunu deyirəm deyəcəmdə. İnanın Allaha bacılarım, Bu dünyada yeri yok. Allah o dünyada bəlkə yer ola bilər, biz o görməyəcək. Bu dünyada yok. Deməli, öz ailəsinin qədrini bilmir Allah haqqı. O dünya mənliyi deyil. İndi partiya yaşadığımızdan deyirəm. Vallahi öz ailəsinin qədrini bilmir. Özünün gəlinin qədrini bilmir. Çünki bu kişilər belə canını fəda vermələr. Bu millətin bax belə rahat yaşamağına görə, qızlarımızın, gəlinlərimizin avrın həyasına görə bax canlarını qurban verdi. Allah hamımızdan razı olsun. Bayram qardaş, Ağsaqqal. Allah sizə ömür versin. Allah Ali Baş Komandanımıza,
Can sağlık versin ki bu xalqı, bu milləti qara bulutlardan qorusun. Amin. Allah hamımıza kömək Bak, olsun. dua Hamımızı orada. Her bağrına çattan basıram. çıkışında o duvarı. Mən qeyrətli bacılarım, şəhid analarım, əllərinizdən öpürəm. Teşekkür ederim. Balalarınıza canım qurban olsun deyirəm. Nəvələrinizi öpürəm. Nə xoş günlər var, hamısını özüm daxilimi hamımız arzu edirəm. Teşekkür ederim. Sağ ol. Sağ olun İbrahim Müəllim. Faik Müəllim buyur şəhid atası. Çox sağ ol Ağsaqqal. Allah hər birinizdən razı olsun. Bugünkü gündə Müşfiq balamızın doğum gününə gəlmişik. Yad edirik. Allah həmişə biz onu xatırlayaq. Onu yoxlayıb cəmi şəhidlərimizin hamısını heç vaxt unudulmaz balalarımızdır bunlar. Və mən fürsətdən istifadə edirəm. Bugünkü gündə məndən əvvəl çıxış edən qardaşlarım, yolda cəmaət, Ağsaqqal. Mən sizin hər birinizdən razıyam. Teşekkür ederim. Sizin o çıxışlarınıza qoşuluram. Mən də elə bil o sözləri demiş olam. Və bugünkü gündə bacılarımızı təbrik edirəm. Şəhid anaların ən əvvəla əllərinizdən öpürəm. Çox sağ olun. Müşfiq balamıza da qəni rəhmət diləyirəm. Allah atasına, anasına, bayram qardaşıma, rəsmiyə bacıma səbir diləyirəm. Hər birinizdən bacılar, Allah razı olsun. Teşekkür Hər ederim. birinizdən. Çok sağ olun. Atalar, Teşekkür çox ederim. sağ olun. Sağ olun. Allah razı olsun sizden. Allah'a and olsun. Bak oruçluğumu size Zekir'in Məlimə fikrinə deyirəm. Elə bil ki dünyanı bu saat dünyanı yemişəm. And olsun Allah'a. Sizi görəndən sonra. Sizi görürəm. Deyirəm Allah Teala mənim nə gözəl. Əvvəl nə gözəl mən bağlarım varmış. Kısa bir müddətdə bu boyda torpaqları alıp Azərbaycan xalqının başımızı eləyən bağlarımız varmış. Və eyni zamanda mənim bu xalqim, bu obam, bu elim elə belə insanlar deyirlər. Hamısı bunlar şərəfdir, arxadır. Allah hamımızdan razı olsun. Hərəsi bir kəlmə deyəndə ölkəmdə dua edirlər. Bu bala şey deyir, düz deyirlər. Ölkədə bu saat qarşılığı da hörmətli cəmaət. Allah Teala bu ölkəni salamat eləsin, Azərbaycan xalqını Allah Teala salamat eləsin. Qanira xanım buyur. Qanira xanım mənə məlumat verir buradadır. Mən də bütün tədbir iştirakçılarını salamlayıram. Bugün 8 martdır. Müşfiqin anadan olma günü 8 martda düşür. Bu il elədir ki, həm müqəddəs Ramazan günləridir, həm 8 martdır. Analar, bu qəhrəmanları analar yetişdiriblər. Biz analarla tanış olduq zaman qəhrəmanlarımızın da necə böyük qəhrəmanlıq göstərdiklərin, el qeyrəti çəkməklərin daha dərin, yaxından tanış oluruq. Bugün mən Müşfiqin atasına da, anasına da hər ikisinə səbir diləyirəm Allahdan. Allah Teala bütün şəhidlərimizin Müşfiqin timsalında öz izni ilə yerin cənnət eləsin, məqamın uca eləsin, qəbrin nurla doldursun. Allah bizim də günahlarımızı bağışlayıb, onların şəfayətinə nail eləsin. Hal-hazırda dünyamız elədir ki, dünya elə bir çalxalanır. Allah dünyamızı salamat eləsin. Azərbaycanı qorusun, bizi qoruyanları qorusun. Həm də qadınların bugün bayramıdır. Mən bütün qadınları da təbrik edirəm. Allah hər birinizdən razı olsun. Çok sağ olun. Çok teşekkür ederim. Günah Hanım buyur Günah. Teşekkür ederim ben de sizə söz verdiği için. Ben de Rəsmiyə xanıma, Bayram əmmiyə Allah'tan başsağlığı diləyirəm. Allah rəhmət eləsin Müşfiq qardaşımıza, yeri cənnət olsun. Fürsətdən istifadə edib Rəsmiyə xanımın simasında bütün şəhid analarını təbrik edirəm və sizlərin qarşısında baş əyirəm. Əziz xanımlar, bayramınız mübarək. Teşekkür ederim. Azim Hanım. Gel burada zahmet ki hem yaxşı görsünler seni hem de bir neçə kəlmə. Biraz yaxınca da qad olun. Biraz. Allah Teala bu cemaata bir de belə pişkin göstermiş. Amin. Birinci xatirinə. Bu əziz günlərin üzü hürmətinə Allah Teala xalqımızı firavanlığa çəksin. Amin. Mən hamımızdan edirəm. Bu dağı görən adamların qarşısında baş əyir. Allah Teala'dan ora səbir, gözüm diləyir. Qalan evlatlar. Sağ da səbir. Çok sağ olun. Teşekkür ederim. Kanma bak şahit atası buyur. Sağ ol Ağsaqqal. Mən də bütün tədbir iştirakçılarını salamlayıram.
Bütün analarımın, bacılarımın bayramı mübarek olsun. Başta şəhid anaları olmalı. Bayram kardeş, resmiye bacı. Allah Müşfik balamızın yerin cennet eylesin. Müşfik balamızın timsalında Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məqamlarını eylesin. Ne diyeyim onlar? Bu kadar. Teşekkür ederim. Ben ne dediğim bes. Allah kemer olsun. Şahit atası namaz buyur. Sağ olasın. Bayram kadar. Resmi bacılar sevdim. Pazarında bayramı Teşekkür ederim. Buyur kardeş. Şahit kardeşim. Şahit atası nereden? Atası. Teşekkür ederim. Amin. Çok çok. Şahit atası. Şahberde buyur. Çox sağ ol, Ağsaqqal. Mən ziyarətçilərini Allah ziyarəti qəbul olsun deyirəm. Bugünkü duamın az günü, dəyişmən az günü təbrik edirəm. Azərbaycanda bugün şəhid olan şəhidlərin az günü olanların da təbrik edirəm. Burada iştirak edən şəhid analarını, kənd cəmaatını 8 Mart Qadınlar Günü münasibətilə təbrik edirəm. Oruç tutanların Allah oruçlarını qəbul eləsin. Burada şəhid valide yarları var, ailələri var, bacıları var, qız evladları var. Onlar da öz adımdan təbrik edirəm. Allah bayram qardaşlarının ailəsinə səbir qızındır. Allah bütün şəhərlərimizə rəhmət edesin. Onlar heç vaxt bizim yadımızdan çıxmayacaq, nə də unudulmayacaq. Allah salamat eləsin qalan bağlarınızı. Hörmətli cemaat. İnandırım siz ki, bak indi qar yağardı kəsildi. Bu saat qar yox. Nə olursun, siz buradan kəmir tutarmanız bırakan verəm. Bayram deyir ki, burada sözler yok. Ne ola Allah aşkına hava çok cennet kimidir. Hamı cennetsiz. Allah bağlarınızı cennetinde eləsin. Bak bu bağlarınızı. Tozluk buyur şahit atasın. Çok sağ olasın. Allah razı olsun. Bugün Müşfik balamızın mevlududur. Allah onun cennetteki mevludu mübarek eləsin. Atası Bayram qardaşıma, anası Rəsmiyə bacıma dərin baş sağlığı verirəm. Allah onlara səbir versin. Şəhidlərimizin analarına, bacılarına 8 Mart Qadınlar Bayramı münasibətilə təbrik edirəm. Allah bugündən belə olan hamısının qapısında xeyir işlər olsun. Oğru bağların xeyrini görsünlər. Belə şeylər də olmasın da. Amin. Bütün şəhidlərimizin yeri cənnət məqamı. Amin. Çok çok teşekkür ederim. Harman Mert. Şahit atası buradasın ben məlumat verdim. Buyur. Çox sağ ol Ağarcıqlı. Bu 6 il ərzində bizim yanımızda olur. Allah hamımızdan razı olsun. Bu günləri Müşfik balamızın timsalında Allah cəm şəhidlərini ruhunu şad eləsin. Anaya, ataya, oğluza səbir dinləyirəm. Bütün şəhid anaların qarşısında baş əyirəm, ataların da yanında baş əyirəm. Allah yerin cənnət eləsin balam. Teşekkür ederim. Vahid müəllim. Buyur. Şimdi çekermez sonra çekermez. Çox sağ ol, mən də bugünkü təbrik salamlayıram. Allah təala ömrünüzün namazını qəbul eləsin. Bütün dualarınız qəbul olsun inşallah ki və Rəfsimə ananın timsalında bütün şəhid analarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti təbrik edirəm, əllərindən öpürəm. Həqiqətən bu yaşadığımız bu ay Allahın bizə bəxş elədiyi ən gözəl aylardan biridir. Bütün dualarımız qəbul olsun və o şəhidlərə olan dualarımız ən başda qəbul olsun. Amin. Allah yerin cənnət eləsin. Rəsmi ana sizə və Atiyə mən bol səbir diləyirəm. Və bütün şəhid analarına Allah bağlarının yerin cənnət eləsin deyirəm. Teşekkür ederim. Tamam. Bana məlumat. Buyur. Allah rəhmət eləsin. Bayramın, həm də bütün şəhid ailələrinin qarşısında baş əyirəm. Hər birinizin haqqı ödənilməzdir, haqqı tanınmazdır. Nə qədər ki bizim müstəqilliyimiz var, ömür boyu nə qədər ki bir sağlam canımız var, hər zaman şəhidlərimizə borcluyuq. Şəhid ailələrinin qarşısında baş əyirik. Allah rəhmət edirik. Çok sağ ol. Teşekkür ederim.
Varsın. Müəllime danışdırdığı zaman ben dün göylerden buyur. Tamam səhətlər xəbər olsun, gəldim elə müəllimə ilə tərəf. Amma sən göylərdən buyur. Bu günləri biz şəhid balamız Bayram Medidov bayram olmuş bugün. Onun ad günüdür. Həmçinin bugün 8 Mart'dır, Analar Günü. Həmin bu gənclərimiz bizim o anaların, bacıların uğrunda getdilər. Onlar istəmədilər ki, 92-ci illərdəki hadisələr təkrar olsun. Allah'tan bütün şəhidlərimizə rəhmət edin. Amin. Allah səbrinizi versin. Təşəkkür ederim. Çok sağ olun. Hürmetli cemaat. Ben rəhbərlərə dedim, göylərin cemaatın həmişə yanımızda olurlar. Həmişə yanımda olun, benim sağımda yanım göylərkən. Axırında Allah salamat eləsin. Xeyirdə olsun. Həmişə nə vaxt olub, mənim yanımda olub. Sizlər orada götürmüşəm, sizlər buraya gətirmişəm. Səliqəli, səhmanlı, ağıllı bir insandır. Allah onun qapısında bağlarını şahtırına yoxladı. Mən başda olmağına sizlə bir yerdə. Hürmətli cemaatım. Hürmətli Gel müəllim, buyur. Ağabey müəllim çox sağ olun. Mən Allah'tan Müşfiq balamızın bu doğum günündə bütün şəhidlərin yeri cənnət olsun. Müşfiqin yeri cənnət olsun. Onun valideynlərinə, rəsmiyə, bazıya, bayram qardaşlar səbir diləyirəm, bol səbir diləyirəm. Və gələn kənardan bütün bizim yerlilərimizə, həm yerlilərimizə, cəmaatımıza, şəhid anaları, şəhid atalarına minnətdarlığımı bildirirəm. Və bu günləri Analar Günüdür, 8 Mart. Mən şəhid anaları başda olmaqla bütün Azərbaycan xalqının anaları, qız balaları, qız körpələrimizin hamısını təbrik edirəm. Əvvəl çıxışçılar qeyd elədi, bu böyük yaradandan deyirik ki, bu qara buludları Ali Başkomandanımızın rəhbərliyi ilə Azərbaycan xalqından ötüşdürsün, soğuşdursun. Dünyanın qaynar vaxtı Azərbaycan xalqına heç vaxtı ağır fəlakət göstərməsin, ağrı, ölüm göstərməsin. Bir daha mən Allah'tan şəhidlərin hamısına rəhmət edib, sizə çox sağ ol deyirəm ki, mənə söz verdiniz. Təşəkkür ederim. Qaldısa mən işdən çıxsam da, harada da olsam, cəmaatlıqdan çıxmıram. Burada Nəzimə bacımı, Asovu təbrik edirəm. Ona görə ki, mənim onun yanında səhvim var. Mən səhvimi etiraf edirəm. Bayram qardaşımla görüşdüm. Qardaşımla görüşdüm, öpüşdüm. Bacımı görəndə mən sizə deyirəm ki, gəlim götürün gedə görə. Tanımıram. Mən boşduyam. Həyatı boyda o borcumdan çıxacağım, amma mən onu özümə bağışlamıram. Allah sizin bayramınızı mübarək etsin. Allah rəhmət eləsin. Bayram, Allah səbir versin. Rəsmiyə bacı, Allah səbir versin. İxtiyar müəllim, çok sağ olun, teşekkür ederim. Çingiz müəllim, bir dakika beni bağışlarsan, İlham kardeşe söz vereyim. İlham Allah kömək ol, o kadar asla sahip adamdı ki. Ben Allah sözü bir şerefini göreyim, sen gözüm gör. Buyur. Şəhid kardeşi, İlham buyur. Tədbir iştirakçılarının hamını salamlayıram. Allah Müşfiq balamıza rəhmət eləsin. Bugün onun ad gününə yazılmışıq. Allah rəhmət eləsin. Məqamı da olsun. Valideynlərinə də Allah'tan səbir edirəm. Çox sağ olun. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Teşekkür ederim. Çingiz müəllim buyur, Göylər kənd bələdiyyəsinin sədri. Kəndin oğlu. Çox sağ olun söz verdiyinizə görə. Hər birinizi salamlayıram. Allah Allah hər birinizdən razı olsun. Həmişə belə tədbirlərdə, belə kollektivliklə gəlirsiniz, iştirak edirsiniz. Çox sağ olun. Bunun havanın isti soğuk olmasına baxmayaraq burada olursunuz. Hər birinizə minnətlər. Bugünkü gün Müşfiq balamızın ad günüdür. Ona görə biz bugün burada toplaşmışıq. Onun valideynlərinə, Bayram qardaşa, Rəsmiyə bacıya Allah səbir versin deyirik. Allah Müşfiq balamıza rəhmət eləsin. Rəsmiyə bacı, bu günləri siz üçün 2 qat gündür. Həm evladınızın ad günü, həm də bu gün 8 Mart'ı qeyd edirsiniz. Hem Ramazanlıqdır. Həm də Ramazanlıqdır. Sizin için daha 2 qat bayramdır. Bundan əlavə bugün
Burada şəhid valideynləri, anaları iştirak edirlər. Bu anaların qarşısında biz baş əyirik. Niyə görə? Ona görə ki, bizə bu cür evlatlar, bu cür oğullar bəxş elədilər. Allah sizdən razı olsun. Allah hər birinizə səbir versin. Bugünkü 18 Mart bayramımızda sizin təbrik edirik. Onların evladlarının, qızlarının, balalarının, bütün Azərbaycan qadınlarını 8 Mart münasibətilə təbrik edir. Allah sizdən razı olsun. Təşəkkür ederim. Gültəki xanım buyur. Həmişə sizə söz vermişəm. Ahmeti İmran müəllim danışıb. Hörmətli tədbir iştirakçıları, ziyarətə iştirakçıları, rayon nümayəndələrimiz, axudlarımız, bugünkü gündə Müşfiq balamızı doğum günüdür. Rəsmiyə bacı, balon əvvəl səni sevindirib, indi də şükür Allaha fərahlıdır. Ağlama, fərahı ilə baloyu qarşıla, yaşadıcına. Allah hamımızdan razı olsun. Bir daha Azərbaycan xalqına Allah pis gün görkəzib balalarımızın ruhunu incitməsin. Allah Ramazan bayramıdır, ən əziz gündür. Balalarımızın ruhu şad olsun. Oruç tutanlarımızın, namaz qılanlarımızın Allah qəbul eləsin, ürəyində arzu niyyətlərinə çatdırsın. Allah qalan balalarımızla bizi sevindirsin. Balalarımızın fəxri ilə, qüruru ilə yaşayırıq. Rayon işçisində də, adamda da gözümüz ona görə qalır ki, incimin. Biz bu cürünə oğul gedib, oğullarımızın ruhu şad olsun ki, bizi də sevindirəndə onların ruhu şad olur. Bizim də gözümüz o boyda oğlumuzda qalıb. Ona görə işçidən də, rayondan da biraz ürəyimiz şad olanda biz də söyünürük. Çünki bu cürünə evladımız gedib. Çox sağ olasaq qal, sizə heç nə demirəm. Allah sizin də köməyiniz olsun. 6 ildir bizim yanımızdasınız. Allah can sağlığı versin, istədikləri qorusun. Allah hamımızdan razı olsun. Bizim heç kiminlə işimiz yoxdur. Allah verən dərdimizi qürurla çəkməliyik. Sağ olun. Çox sağ olun. Çox təşəkkür edirəm. Sizin bu doluğun düzgün halal çıxışınız üçün. Ağsaqqal döşündəsə, şey qorxu yoxdur. Bu bağların varsa, dünya qorxu yoxdur. Bunların sahasında bak, bak sakalı korumağı bunların sahasındadır. Bunların sahasındadır. Agil müəllim buyur. Çox sağ olun. Bir dakika şahit olarak təbrik edir. Əziz və dəyərli şəhid ailələri, məndələrimizi, Şamaxı İcra Hakimiyyətinə başlayır. Hörmətli Tahir Məqdəmlərdən, Rayon İcra Hakimiyyətindən salamlayıram. 4 günlük müqəddəs Vətən Savaşı'nın qəhrəmancasına şəhid olmuş vətən oğullarından biri olan Müşfiq qardaşımızın ad günüdür. Mən Müşfiq qardaşın timsalında cəm şəhidlərimiz uzaqlardan rəhmət diləyirəm, ailə üzvlərinə, yaxınlarına səbir dözüldürüm. Bu günlərim bütün şəhidlərimizin ruhları şaddır. Çünki uğrunda can verdikləri, qan tökdükləri o torpaq işğaldan azad oldu, azaddır. Azərbaycan xalqı yaşayır və Azərbaycan bayrağı həmin torpaqlar dalgalanmalıdır. Mən də əvvəl çıxış edən digər natiflər kimi mən də bütün şəhidlərimizin ailələri, şəhid anaları başda olmaqla bütün Azərbaycan xalqı xanımların 8 Mart Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Uzun ömür, can sağlığı. Çox sağ olun. Əziz qardaş, Müşfiqin əmsi, mənə məlumat verindilər buradasan. Buyur bir neçə kəlmə. Əzizə yorulmanı köşün mən. Əvvəla tədbir iştirakçılarının hamısını salamlayıram. Allah onlardan razı olsun ki, bu havada bizi ilə gəliblər burada. Müşfiqin ad günündə iştirak edirlər. Hamısına öz minnətdarlığımı bildirirəm. Şəhid valideynlərinə də Allahdan səbir diləyirəm, dözüm diləyirəm. Çox sağ olsunlar ki, belə evlad yetişdiriblər. Bugün Ali Başkomandanımızdan tutmuş sıravi bir adi məhkim, vətəndaşa kimi hamımız deyirik ki, qalib dövlətin, qalib Ali Başkomandanı. Bu gənclərin sayəsində oldu. Çox sağ olsun. Şəhid valideynləri qarşısında da baş əyirəm. Çox sağ olsun ki, belə evlad yetişdirmişsiniz. Minnətdaram hamınıza. Elə bil bax bu saat gəldi.
O kadar Allah sana xoşbaxt eləyib bu bağlarımızı ki. Bunların xoşbaxtlığı değil bizim hamımızdan. Heç kim loğalaşa bilməz. Heç kim loğalaşa bilməz. Hamısı bunların sayesindədir. Ağlı baş qıman elhamə eləyib cənablarımızdan. Allah Teala bütün Azərbaycan xalqını xoşbaxt eləsin. Allah ağlı baş qımandan ilhamə eləyib cənablarını xoşbaxt eləsin. Mehriban xanlı şaban olsun. Hörmətli cəmaat. Əlbəttə bizim rəhbərimiz olmasa Allah eləməmişmək. Biz heç ki. Bu bağlarımız olmasa biz nəyə lazımıyıq? Rəhbərlik var, bağlarımız var, Azərbaycan xalqı var. Və bizlər var Allah'a köməliyə. Ona görə də Allah Teala buranın yeni cənnət eləsin. Allah Teala üçün hər birimizdən razı olsun. Allah Şamaxı cəmaatını xoşbaxt eləsin. Mən düyüm göylərdən. Allah göylər cəmaatını xoşbaxt eləsin. Hörmətli cəmaat. Təşəkkür ederim hər birinizə. Bax. Yandır karşımda. Sözümüzü yedik, sözümüzü dedik, yalvardık, vallahi. Bundan göre bugünkü günde, bugünkü ayda, bugünkü dakikada ne olabilir? Hiçbir şey olabilmez Allah'tan Allah'tan. Ona göre de sözü indi veririm ahına, bir neçe kelime. Çıkış edersin, sonra tuasın bitti. Buyur. Ben de Allah'ın her birisi salamlayırım. Şehitlik bildiğimiz kimi Allah katında en değerli bir mertebedir. Şəhidin qiyməti Allah Teala bizzat özü veribdir. Quran-ı Kerimdə Allah yolunda qətl olunanlara öyle deməyin. Onlar diridirlər, fəqət siz onu dərk edə bilmirsiniz. Biz şəhidlər haqqında nə qədər danışsaq da, hansı kəlmələrlə onları mədh eləsək də, onların həqiqi anlamda Allah qatında nə qədər yüksək olduğunu bu ağlımızla dərk edə bilmərik. Və sevincli valideynlərdir ki, həqiqətən də şəhid valideynləri Allah Teala onlara belə bir övlad nəsib edir. Elə bir mərtəbənin, elə bir dərəcənin, elə bir ali dərəcənin olan sahiblərinin valideynləridir. Həqiqətən də dəyərli valideynlər. Siz bu ilə fəxr etməlisiniz. Əlbəttə, arada böyük bir ayrılıq var, əbədi bir hicran var. Bu hicranı nəsə söndürə bilməz. Müəyyən qədər göz yaşları, müəyyən qədər təsəllilər, müəyyən qədər dostlar, tanışlar, cəmaət, qohum, əqrəba, müəyyən qədər sizə təsəllidir. Amma ən böyük təsəlliniz, inanın ki, o olsun ki, onların qiymətini Allah verir. Hər birimiz bir gün dünyada keçəcək. İstər gənc, istər yaşlı, hansı vəziyyətdə olursa olar, bir müddət sonra mütləq biz unudulacaq. Amma bu şəhidlər əbədiyyətə qədər unudulmayacaq və onlar az bir əməlləri ilə böyük bir Allah qatında iş gördülər. Bir gün Hazreti Peygamber Aleyhisselam dövründə bir gənc döyüşə qatılmaq istədi. Allah'ın Resuluna dedi ki, iman edim, sonra döyüşüm, yoxsa döyüşüm, sonra iman edərəm. Dedi, əvvələ iman et, sonra döyüşə qatıl. O gənc iman etdi, döyüşə qatıldı və həmin döyüşdə şəhid oldu. Hazreti Peygamber Aleyhisselam buyurdu ki, az çalışdı, çox qazandı. Bəzən bir insan ömrü nə qədər salih əməllərə keçsə belə, 60 il, 70 il salih əməllərə keçsə belə, onların qazandığı dərəcəni Allah qatına qazana bilmir. Həmd olsun ki, siz belə övladların valideynlərisiniz. Bir daha sizlərə uca Allahdan səbir diləyirəm. Bir daha Rəbbim ölkəmizə, xalqımıza əmin-amanlıq bəxş eləsin. Bu qara buludları ölkəmizin üstündən yox eləsin. Gözəl gündə, gözəl aydı yox. Duaların müstəzəf olunduğu bir vaxtı yox. Allah Teala bir daha xalqımıza belə acılı günlər göstərməsin. Hər biriniz övladlarınızın, qalan övladlarınızın fəxri ilə, gözəl günü ilə yaşayasınız. Onların xeyrini görəsiniz. Amin. Allah kabul etsin. Hamd